Salam əziz abituriyentlər və müəllimlər. Bu gün sizlərə leksikologiya bölməsindən omonimlər, sinonimlər və antonimlərin 1-dən 50-yə test izahını paylaşacağam. Və qeyd edeyim ki, birinci hissə test toplusundandır. Deməli, birinci sualda hansı sözün qarşılığı düzgün verilmişdir? Qarşılıq dedikdə ümumiyyətlə sözə yaxın mənalı və yaxud da eyni mənalı söz nəzərdə tutulur. Baxaq, kəmsavad, savadsız, havada olmayan mənasındadır. İstedadlı da bunun tamam əksini ifadə edir. Deməli, A variantı olmaz. C variantında biəql, ağılsız və bunun əksidir ağıllı, ona görə C variantı da olmaz. Laqeyd, diqqətli, yenə bir-birinə əks mənalarda olmaz. Bimürvət, insafsız, hər ikisi rəhimsiz, insafı olmayan mənasını ifadə edir. Ona görə cavabımız B-dir. D variantında kəmşirin, yenə onun əksidir şipşirin, ona görə D variantı da olmaz. Daha sonra ikinci testdə altından xətt çəkilmiş sözlər adlanır. Biz baxırıq ki, ümumiyyətlə altından xətt çəkilən sözlər yazılışı eyni olan sözlərdir. Məsələn, sinonimlərdir, antonimlərdir. Bunların yazılışı eyni ola bilməz. Yazılış müxtəlif olur. Ancaq leksik mənaları sinonimdirsə yaxın və ya eyni olur, antonimdirsə əksi olur. Ona görə bu iki variant ilk öncə çıxmalıyıq. Daha sonra baxaq. Geyinibdir yar sarı. Burada sarı rəng mənasını ifadə edir. Ancaq digərində yönün qoyun yar sarı. Yəni yara tərəf qoyun. Burada da tərəf mənasını ifadə edir. Yəni biri nitq hissəsi olaraq qoşmadır, ancaq biri nitq hissəsi olaraq sifətdir. Yazılışı tələffüzü eyni, ancaq leksik mənalarına görə fərqlənən sözlər adlanırdı omonimlər. Və omonimlər bilirik ki, həqiqi mənada işlənir. Artıq müxtəlif nitq hissəsini görürük, ona fikir verməsək belə omonim olaraq götürməliyik. Üçüncü testdə altından xətt çəkilmiş sözlər adlanır. Yenə eyni sözlərdir. Baxaq. Göl sarı, yarpaq sarı. Yenə burada rəng mənasını ifadə edir. Gəl yarama, ağ sarı. Burada da sarımaq mənasını ifadə edir. Yəni feil kimi. Biri sifətdir, biri feildir. Deməli, yenə nə götürəcəyik? Omonim olacaq. Dördüncü testdə altına xətt çəkmiş sözlər leksik baxımdan nə sayılmalıdır? Qarı, düşmən, dost olmaz. Bunlar necə sözlərdir? Dost, düşmən, əks mənalı sözlərdir. Əks mənalı sözlər də antonimlər adlanır. Beşinci testdə həm isim, həm də sifət kimi işlənə bilən omonim sözdür. Baxaq. Ləpə sözü biri var dalğa mənasında, yəni dənizdə ləpə, nitq hissəsi olaraq isimdir. Həmçinin bir də çərəz mənasında, məsələn, qoz fındıq, bu da isimdir. Yəni, bunun hər iki nitq hissəsi olduğu isim olmaz. Qaz sözü biri var, məsələn, maye qaz mənasında götürək, isimdir. Və yaxud ev quşu mənasında götürsək, yenə isimdir. Bir də feil mənasında var, məsələn, yeri qazmaq. Bunun da omonimli isim və feil oldu, ona görə bu da olmaz. Qitə sözü biri var ədəbiyyatda qitə, yəni lirik şeirlərin toplusu, nitq hissəsi olaraq isimdir. Bir də var coğrafiyada qitə anlayışı, yenə termin olaraq, bu da nitq hissəsi olaraq isimdir. Yəni həm ədəbiyyata aid termindir, həm coğrafiyaya aid termindir. Hər ikisi isimdir, ona görə bu da olmaz. Min sözü biri var say mənasında və bir də var ata minmək, feil kimi, deməli bu variantımız da olmaz. Ancaq dolu sözü doğru cavabımızdır. Dolu sözü əgər desəm ki, dolu vedrə. Bu zaman necə vedrə, dolu vedrə olacaqdır sifət. Ancaq bir də var, deyirəm ki, dolu yağdı. Nə yağdı? Dolu yağdı. Yəni yağıntı mənasında. Bu cürdə hansı nitq hissəsidir? İsimdir. Deməli cavabımız elə olur, Y variantı. Daha sonra 6-cı testdə bir də dolu sözü çox mənalı söz olaraq da ola bilər. Məsələn, tutaq ki, deyirəm, ürəyi dolu və yaxud deyirəm, gözləri dolu, sinəsi şeirlə dolu və s. Bu mənada artıq məcazi mənada işlənir. O zaman da çox mənalı sözdür. Yəni, həm çox mənalı, həm omonimi olan sözdür. 6-cı testdə həm isim, həm də sifət kimi işlənə bilən omonim sözdür. Baxaq. Tut sözü biri var, kimisə nəyisə tutmaq. Bu cür feildir. Bir də ağac mənasında desək, tut ağacı, bu zaman artıq isimdir.
Deməli, bu feil və isim var, ona görə A olmaz. Qan sözü, biri var qanmaq feil mənasında, bir də var insan bədənində olan maye, yəni isim kimi. Bu da olmaz. Buruq sözü, bəli, bu cavabımızdır. Buruq, biri var neft buruğu, bu mənası isimdir. Amma bir də var deyirəm, buruq saç, necə saç, bu cür də sifətdir. Deməli, isim və sifət C variantı. Don sözü, biri var qadınlarda geyim kimi, bu isimdir. Bir də var donmaq, yəni feil kimi. Bu da isim və feil də olmaz. Qaz sözü, bayaqlarımda qeyd etdik, biri var maye qaz mənasında isimdir və yaxud yeri qazmaq mənasında feildir. Ona görə Y variantı da olmaz. 7-ci sualda omonimlər cərgəsini müəyyən edin. Elə baxırıq ki, cavabımız A variantıdır. Yay sözü yay fəsli mənasında düşünə bilərik. Bir də yuxa yaymaq, feil mənasında düşünə bilərik, omonimdir. At sözü heyvan mənasında düşünə bilərik. Bir də nəyisə atmaq, feil kimi. Don qadınlarda geyim mənasında, bir də donmaq, feil mənasında düşünə bilər. Ümumiyyətlə, bir sözün feillə omonim olduğunu tapmanın ən sadə yolu həmin sözlərdən sonra maqmet işlətməkdir. Baxın, yay, at, don, bunları feil olaraq verməyib. Feil olaraq verir sözündən sonra maqmet verir. Elə bunları yaymaq, atmaq, donmaq. Üçünə də maqmet çarpanda görürük ki, üçünün də feillə omonimliyi var. Asan şəkildə tapdıq ki, elə cavabımız A variantıdır. Daha sonra 8-ci testdə hansı sıradakı sözlər antonim deyil? Antonimlər əks mənalı sözlər idi. Deməli, küsmək əksi nə olar? Barışmaq. Doğrudur. Almaq əksi olar vermək. Yatmaq əksi oyanmaq. Açmaq əksi bağlamaq. Ancaq ağarmaq, qızarmaq yox, ağarmaq, qaralmaq olmalıydı bunun əksi. Ona görə cavabımız Y variantıdır. 9-cu testdə sözlərdən yalnız biri omonim kimi işlənə bilər. Baxaq. Elə A variantıdır cavab. İnci sözü, biri var isim kimi, yəni mirvari mənasında. Bir də var feil kimi incimək, yəni küsmək mənasında. Gəlin sözü omonim deyil. Baxın, ümumiyyətlə 5 qrup sözlər var ki, biz onları omonim olaraq götürmürdük. Hansı sözlər idi? Vurğusuna görə mənası dəyişən sözlər, uzanmasına görə mənası dəyişən sözlər, bir hərf fərqi ilə fərqlənən sözlər, şəkilçi qoşduqdan sonra eyniləşən sözlər və bir də ümumi ismin xüsusi ismə çevrilməsi. İndi gəlin sözü vurğusu dəyişməklə mənası dəyişən sözdür. Qadın mənasında biz bunu düşünsək, gəlin, vurğu sondadır. Ancaq biz bunu feil mənasında işlətsək, bizə gəlin. Bu zaman vurğu birinci hecadır. Baxın, gəlin, bir də gəlin. Biz omonimlərin tərifində deyirik ki, yazılış deyini olmalıdır, deyiliş deyini olmalıdır. Artıq deyiliş deyini olmadığı üçün omonim olmaz. Daha sonra əsir, bir də bunun əsir variantı var və yaxud da əsər variantı var. Yəni, bu nədir? Bu, bir hərf fərqi ilə fərqlənən sözdür. Əsir sözünü, yəni biz düşünə bilmərik ki, girov mənasında, bir də götürək, məsələn, 5-ci əsr mənasında, dövr mənasında olmaz. Dövr mənasında əsr bu cür yazacaqsınız. Amma artıq girov mənasında əsir, orada artıq i var. Ona görə bu sözdə omonim deyil. Bunlar paronimlər adlanır. Nazik sözündə də yenə omonimlik yoxdur. Atlas sözdə yenə bir hərf fərqi ilə fərqlənən sözdür. Yəni, biri var atlas, sonu sı ilə, biri də var atlas, sonu z ilə. Atlas s ilə olan xəritələr toplusu mənasına işlənir. Bunu toplusu sözündəki s ilə yadda saxlayın. Toplusu, burada da elə atlas sözündə s var. Deməli, xəritə toplusu mənasında s ilə yazılır. Ancaq parça növü mənasında bu zaman z ilə yazılır. Yəni, paronim sözdür. Düşünə bilməzsiniz, xəritə toplusu və parça mənasında var. Qətiyyən olmaz. Deməli, cavabımız A variantıdır. 10-cu testi sinonim sözlər cərgəsini müəyyən edin. Bu cür testlərdə diqqətli olmaq lazımdır. Şərt 2 cür ola bilər, ona görə diqqətlə oxuyun. Bir var sizdən soruşur ki, sinonimi olan sözləri müəyyən edin. Bir də deyir, sinonim olan sözləri müəyyən edin. Sinonim olan sözləri müəyyən edin o deməkdir ki, yəni sizə 3 dənə söz veribsə, bunun 3-ü də bir-biri ilə sinonim olsun. Ancaq bir də var sizə deyir ki, sinonimi olan sözlər müəyyən edin. Bu deməkdir ki, yəni sən birinci sözünün də sinonimi var, ikincinin də sinonimi var, üçüncünün də sinonimi var. Topluda hər ikisi ilə də bağlı söz var. Diqqətli olmaq lazımdır.
Deməli, indi bizdən soruşur ki, sinonim sözlər. Yəni, üçü də sinonim olsun. Səhər, axşam məsələn bunun əksidir. A variantı olmaz. B variantında həkim, hakim, bunlar hökm, fleksiya uğramış sözlərdir. Sənəd heç birində yaxınlıq yoxdur. Ləpə, çay, dəniz yenə fərqli leksik mənaları ifadə edir. Yaxınlıq yoxdur. Daha sonra hündür, yüksək, uca. Bəli, buna deyə bilər. Məsələn, hündür binalar, yüksək binalar, uca binalar. Mütləq sinonimlər deyil, hər zaman bir-birinə əvəz etmir, ancaq nisbi sinonim olaraq var. Sonra Y variantında göz, qaş, baş, bunlar da yenə tamamən fərqli leksik mənaları ifadə edən sözlərdir. 11-ci testdə hansı cərgədəki sözlər omonimdir? Deməli, üçünün də omonim olduğu cavabımız D variantıdır. Top sözü biri var, ağır artilleriya qurğusu mənasında top, yəni silah-sursat mənasında. Bir də var, gündəlik uşaqların oynadıqları top. Daha sonra hər ikisi nitq-səsux isimdir. Bal sözü, balın omonimliyi çoxdur. Məsələn, rəqs gecəsi mənasında bal nitq-səsux isimdir. Arının balı desək, bu da nitq-səsux isimdir. Zəlzələnin gücünün hesablanmasında şkala desək, bu da nitq-səsux isimdir. Daha sonra imtahandan toplanan yekun nəticə olaraq düşünə bilərik yenə isimdir. Yəni, bal omonimdir, çox da omonimdir. Ay sözü nida olaraq, məsələn, deyirsən, ay Elxan, çağırış nidası olaraq var. Həmçinin ilin ayları düşünsək, bu da ism olaraq omonimdir. Ona görə cavabımız olur D variantı. Digər variantlarda da, məsələn, B variantında gənc sözünün omonimliyi var. Xəzinə mənasında, həmçinin də gənc insan sifət mənasında deyə bilərik. Daha sonra, məsələn, çay sözünün omonimliyi var. Çay bitkisi mənasında, həmçinin də axan çay coğrafi adı olaraq omonimliyi var. Ancaq bütün variantlar D variantındadır. 12-ci testdə yenə omonimləri soruşur. Elə cavabımız A variantıdır. Bez sözü bezmək feil mənasında var. Bir də bez parça növü mənasında var, omonimdir. Daş sözü suyun daşmağı feil mənasında var. Həmçinin yerdə olan hər hansısa bir daş isim mənasında var. Ov, heyvanların ovu isim mənasında var. Həmçinin də nəyisə ovmaq feil mənasında var. Məsələn, B variantında yaş sözü insanın yaşı isim kimi var. Yaş parça desək, sifət mənasında omonimliyi var. Sonra, məsələn, Y variantında qaz sözünü bayaqlarım dedik. Ancaq bütün variantlar, bütün sözlər hamısı A variantındadır. 13-cü testdə omonim sözlər yenə. Deməli, cavabımız olacaqdır C variantı. Ləpə sözü dənizdə ləpə isim kimi var və qoz fındıq mənasında yenə isim var. Biz həm əvəzlik var, şəxs əvəzliyi, həmçinin də bərk materialda olan əşyaları tikmək üçün istifadə olunan ucu iti, iynə mənasında var. Say, nitq hissəsi olaraq say götürə bilərik, hər hansısa bir rəqəm və yaxud da əşyaları saymaq feil olaraq götürə bilərik. Ona görə cavabımız olur C variantı. 14-cü testdə isimlərdən ibarət sinonim cərgə müəyyən edin. Bu cür testlərdə diqqətli olun. Baxın, sizdən 2 dənə şərt var. Bir, isim olmalıdır sözləriniz və bir də sinonim olmalıdır. Yəni, variantınızda başqa nitq hissələrini ilk öncə çıxın. Məsələn, B variantında almaq, götürmək feildir. C variantında gödək qısa sifətdir. D variantında tez, sürətlə zəfdir. Y variantında, məsələn, ayrı, başqa, qoşmadır, amma ancaq bağlayıcıdır. Gördüyünüz üzrə nitq hissəsini çıxanda cavabımız qaldı A variantı. Arzu, istək nə sualına cavab verir? Gözlük çeşmək nə sualına cavab verir? Mənim arzum budur, istəyim budur. Sinonimdir və yaxud gözlük taxıram, çeşmək taxıram, eyni mənanı ifadə edən sinonimdir. Daha sonra 15-ci testdə omonim sözləri müəyyən edək. Yenə, deməli, cavabımız olacaqdır Y variantı. Bez, bayaq dedik, parça növü mənasında var və bezmək mənasında var. Yar, sevgili mənasında var. Həmçinin də yarmaq, feil mənasında var. Düz sözün omonimliyi çoxdur. Məsələn, tutaq ki, muncuqları düzmək, feil mənasında var. Düz saç, sifət mənasında var. Həmçinin ədat olaraq var. Məsələn, deyirsən ki, düz yanımda oturdu. Bu zaman ədat olaraq iştirak edir. Daha sonra biz sözü bayaq dedik, ucu iynə mənasında, həmçinin də şəxs əvəzliyi mənasında var. Daha sonra 16-cı testdə sinonimlərdən ibarət cərgəni müəyyən edək. Deməli, səmərəli, səliqəli və ləzzətli. Baxın, səmərəli ilə ləzzətlinin, səliqəlinin nə əlaqəsi olmaz?
Dünya, aləm, cahan. Bəli, dünya yerinə aləm, cahan sözlərindən də istifadə edirik. Hər zaman yox, yəni mütləq sinonimlər deyil, ancaq nisbi sinonimlərdir. Dünyada yaşayırıq, aləmdə yaşayırıq, cahanda yaşayırıq, işlədə bilərik. Ata, ana, bacı hər biri fərqli leksik mənaları ifadə edən sözlərdir. Ailə baxımından yaxınlıq olsa da sinonim götürmək olmaz. Od, günəş, tüstü heç əlaqə yoxdur. Adam, insan, bəli, adamla insan sinonimdir, amma adam, insan bir nəfərdir. Xalq dedikdə nə qədər insan topluluğu nəzərdə tutulur, yüzlərlə, minlərlə. Artıq xalq sözü sinonim olmaz. Ona görə Y-də deyil cavabımız. 17-ci sualda hansı cərgədəki sinonimlər həmişə bir-birini əvəz edə bilir? Demişdik ki, hər zaman bir-birini əvəz edən sinonimlər mənaları eyni olan sinonimlərdir və biz onlara mütləq sinonimlər deyirdik. Və D variantında görürük ki, bir əşyanın adı həm eynəkdir, həm çeşməkdir, həmçinin gözlükdür. İndi biz istifadə edirəm çox açıq sözündən, ancaq təbii ki, bu cür istifadə etmək olmaz. Bizim öz gözəl sözlərimiz var. Bunları işlətməyimiz daha doğru və yerində olar. Yəni, eyni əşyanın adıdır. İstər eynək aldım, İstər çeşmək aldım deyə bilərsiniz. Eynək taxıram, çeşmək taxıram və s. Sadəcə bilirəm ki, çeşmək sözü çox aktivlik qazanmayan bir sözdür. Daha çox yenə ona nisbətən eynək sözündən istifadə edilir. Məsələn, tutaq ki, dava, müharibə niyə olmaz? İki nəfər arasında olan, biz ona dava deyirik, düzdürmü? Müharibə demirik. Müharibə adətən ordular arasında olur. Sonra və yaxud gözəl göyçək. Məsələn, deyirsən ki, gözəl gündür bu gün. Deyə bilərsən göyçək gündür. Xeyr, olmaz. Deməli, hər zaman əvəz etmir. Sonra yoxlamaq, sınamaq. Məsələn, deyirsən ki, sınaq nəticələrini yoxlamaq. Deyə bilərik, sınaq nəticələrini sınamaq. Xeyr, əvəz etmədi. Əvəz edə də bilər. Bu başqa məsələ. Məsələn, deyirəm ki, insanları yoxlamaq, yəni onları sınamaq. Bu cür məsələn olar. Sonra ürək, könül. Məsələn, həkimə gedəndə ürəyimiz ağrıyır deyirik, könlümüz ağrıyır demərik. Ona görə olmaz. 18-ci testdə yalnız antonim sifətlər olan cərgəni müəyyən edin. Baxın, yenə iki şərt var. Həm antonim olmalıdır, həmçinin də sifət olmalıdır. Bu cür testlərdə mütləq və mütləq üzərindən qeyd edin. Mənə öz müəllimimdən keçmişdi bu üsul. İnşallah ki, məndən də sizlərə keçər. Deməli, sifət olmayan variantları çıxaq. Məsələn, hərf, sül, nə, nitq hissəsi olaraq isimdə ona görə olmaz. Sonra, məsələn, deməli, B variantında içəri, yer zərfidir, ona görə B variantı olmaz. Gecə-gündüz nitq hissəsi olaraq isim var, həmçinin zərf olaraq var. Daha sonra D variantında qalxmaq, enmək sözləri, bunlar feildir, ona görə D variantı da olmaz. Deməli, biz qalırıq C variantı və Y variantı arasında. İndi bizə də deyir antonimlər. C variantında böyük, iri, kiçik, balaca, hündür, uca. Bunlar necə sözlərdir? Bunlar sinonim sözlərdir. Ona görə C variantı da olmaz. Y variantında böyüyün əksi kiçik, uzunun əksi qısa, şirin əksi ac. Ümumiyyətlə, baxın, bu testlərin bir qaydası var. Mütləq və mütləq variantınızdan ikisi, üçü başqa nitq hissəsi olur. Və geridə qalan variantlarınızda da birində sinonimi verəcəkdir, birində də antonimi verəcəkdir. Ona görə yəni asan üsulunu tapın. Sözlərin hamısına bir-bir baxmağa ehtiyac yoxdur. Testi özünüz üçün asanlaşdırın. 19-cu testdə altından xətt çəkilmiş sözlər yenə nə sayılır? Baxaq, gətirib onları yada təbrizim, yəni yaddaşdan söhbət gedir. İsim, baş əymə cəllada yada, yəni tanımadığına, yad insan mənasını ifadə edir. Burada da sifətdir. Fərqli nitq hissələrdirsə biz nə götürəcəyik? Omonim. Ümumiyyətlə, leksikologiyada omonimlər də fərqli nitq hissəsinə aid olmaq anlayışı var. Antonimlərdə, sinonimlərdə eyni nitq hissəsi olmalıdır. Çox mənalı sözlər də eyni nitq hissəsi olmalıdır. Məsələn, üst sözünün isim kimi məcaziliyini soruşursa, çox mənalını soruşursa, onun feil mənasını deyə bilmərik artıq. Omonimlərdir. Müxtəlif nitq hissəsi gördüksə omonim. Və yaxud bəzən olur ki, görürük ki, həm müxtəlif nitq hissəsi anlayışı var, həmçinin məcazi mənada da işlənib. Hə, bu zaman demək ki, artıq həmin sözümüz həm omonimdir, həm çox mənalıdır. Bu cür testlər də var. 20-ci testdə omonimlərdən ibarət cərgəni müəyyən edin. Deməli, bizim cavabımız məsələn, süzmə sözü vurğusu dəyişməklə mənası dəyişən sözdür. Sənət biri var t ilə, bir də var sənəd d ilə, bir hərf fərqi ilə fərqlənən sözdür. Əsl yenə bir hərf fərqi ilə fərqlənən sözdür. Y variantında göz çox mənalı sözdür. Həmçinin alma vurğusu dəyişməklə mənası dəyişən sözdür.
Deməli cavabımız olur D variantı. Sol biri var sol tərəf mənasına deyək. Bir də var məsələn günün solmağı mənasında deyək. Homonimdir. Yol feil mənası var, yolmaq. Bir də gedilən yol isim mənasında var. Dağ sözü coğrafi ad olaraq dağ var. Həmçinin bir də bunu izah edeyim sizə. Məsələn, tutaq ki, hər hansısa dəmiri isidirlər və adətən məsələn heyvanlarda istifadə olunur, onlara işarə qoyurlar. Basırlar dərinin üstünə. Baxın, həmin o basılan yer adlanır dağ. Məsələn, dağ çəkmək sözü var, bu da oradan yaranır. Daha sonra bağ sözü, bağ ayaqqabının bağı mənasında, yəni düyün mənasında ola bilər. Bir də ağacların olduğu yer mənasında ola bilər. Ona görə cavabımız oldu D variantı. 21-ci testdə sözlərdən biri omonim kimi işlənə bilir. Məhrum və mərhum sözü. Baxın, görürük ki, burada sadəcə hırı samitlərinin dəyişilməsi var. Omonim söz deyil, hərflərə görə fərqlənir. Daha sonra mətn və mətin. Birində i var, birində i yoxdur. Mətn yazan nitqin bir parçasıdır. Mətin iradəli, dözümlü mənasını ifadə edir. Ancaq bir hərf fərqi ilə fərqləndiyi üçün bunlar da omonim olmaz. Cavabımız B variantıdır. Təsnif bölgü mənasına var. Məsələn, təsnif etmək, yəni ayırmaq, bölmək mənasına. Bir də musiqidə təsnif anlayışı var. Ona görə cavab olur B. 22-ci testdə sözlərin üçünün də omonim olduğu, deməli bizim cavabımız olacaqdır Y variantı. Y variantında üz sözü üz isim mənasında var. Bir də üzmək feil mənası var. Yol, yolmaq feil mənası və gedilən yol isim mənası var. Tək nitq hissəsi olaraq təkin omonimliyi çoxdur. Məsələn, tutaq ki, sifət mənasında var. Deyirsən ki, tək insan. Zərf mənasında var. Tək oturmaq. Düzdür, sifətlə zərfin omonimliyi qəbul olunmur. Ancaq hansı nitq hissələr var, onları deyək. İsim mənasında var. Məsələn, yerin təki, alt qatları mənasında var. Həmçinin ədat mənasında var. Deyirəm ki, tək sənə inanıram. Daha sonra bir də var qoşma olaraq. Məsələn, deyirəm, sənin tək oxumaq istəyirəm. Bitişik yazılanda qoşma olur. Yəni, omonimliyi çoxdur. Cavab oldu Y variantı. Məsələn, A variantında yaş insanın yaşı, həmçinin də yaş parça deyə bilərik, sifət və ism olaraq var. Daha sonra baş sözünün omonimliyi yoxdur, bu söz çox mənalı sözdür. C variantında çal, heyvanlarda daha çox istifadə olunur. Məsələn, deyirlər çal, kərə və s. Sifət kimi, həmçinin də çalmaq feil mənasında var. Yağ, yağmaq feil olaraq var. Qidalarda istifadə olunan məhsul mənasında var. Daha sonra dağla sözünün omonimi yoxdur. Dağın omonimliyi var, amma dağların omonimliyi yoxdur. Sonra B variantında kök sözü ağacın kökü mənası, həmçinin də qida olaraq kök var. Say sözündə bayaq dedik, saymaq və nitq hissəsi olaraq say. Tükün omonimliyi yoxdur. Sonra D variantında yolun omonimliyi var, göz çox mənalı sözdür. 23-cü testdə antonim sözlər. Ağın əksi qara, tezin əksi gec, axşamın əksi səhər. Ona görə cavabımız olur elə B variantı. Daha sonra 24-cü testdə sinonimi olan sözlər. Baxın, burada artıq bayaqçı şərti soruşmur. Burada sinonimi olan sözlər soruşur. Yəni, hər sözünüzün sinonimi olsun. Məsələn, tutaq ki, A variantında böyüyün yerinə iri deyə bilərik. Amma dərə bu coğrafi olaraq bir addır. Biz dərənin yerinə başqa nə deyə bilərik? Və yaxud kitabın yerinə dəftər deyə bilərik, jurnal deyə bilərik. Xeyr, sinonimi yoxdur bunların. Daha sonra C variantında meşənin yerinə hər hansı bir söz deyə bilmərik. Y variantında dəftərin yerinə yenə hansı bir söz deyə bilərik. Xeyr. Məsələn, məşhur yerinə fenomen deyə bilərik. Amma məsələn, məşhurun yerinə tanınmış deyə bilmərik. Çünki nitq hissəsi fərqli olur. Məşhur sifətli, amma tanınmış feili sifətdir. Bu cürdə diqqətli olmaq lazımdır. Dağ sözü yenə coğrafi bir addır. Bunun yerinə biz hansısa sözdən istifadə edə bilmərik. Ancaq D variantı olar. Çətinin yerinə nə deyə bilərik? Mürəkkəb. Daha sonra tərəqqi yerinə inkişaf. Varlı yerinə də pullu və yaxud dövlətli və s. deyə bilərik. Ona görə cavabımız D variantı. 25-ci testdə hansı cərgədəki sözlərin hamısı omonimdir?
Deməli, A variantında göz sözü, D variantında ətək, ayaq sözü, ə, Y variantında göz sözü. Bunlar çox mənalı sözlərdir. Sonra B variantında yağ sözü omonimdir. Qidalarda istifadə olunan yağ, həmçinin də yağmaq feil mənası var. Sağ tərəf deyə bilərik, sağmaq feil mənası var. Həmçinin sağ ölü olmayan, diri mənasında ifadə edir. Daha sonra oynaq, insanın oynaq sümüyü var, isim kimi. Bir də oynaq musiqi deyə bilərik. Bir də sifət kimi var. Ona görə cavabımız olur B variantı. Sonra D variantında gəlir sözü. Baxın, bu sözlər necədir? Şəkilçi qoşduqdan sonra eyniləşir. Gəlir. Gəlir biri var feil mənasında, bir də var gəlir qazanc mənasında, yəni isim kimi var. İsim kimi pul gəlir. Burada gəlmək feilindən gəlir ismi yaranır. Feil kimi kimsə bizə gəlir, nə edir? Burada il şəkilsi, zaman şəkilsidir. Omonimlərdə başlanğıc forma ilə müəyyən olunur. Bunun başlanğıc forması gəlirdi, bunun başlanğıc forması gəldi. Yəni, gəllə gəlir, omonim olmaz təbii ki. Ona görə məsələn D variantı da olmaz. 26-cı testdə antonimlər cərgəsi yavaş-yavaş beyni sözün təkrarıdır, olmaz. B variantında uzun, əksi gödək, böyük, əksi kiçik, gecə, əksi gündüz. Deməli, cavabımız olur B variantı. C-də tez-tez, yenə eyni sözün təkrarıdır. D variantında dost, tanış, bu sözlər yaxın məna ifadə edir, antonim deyil. Y variantında, məsələn, diqqət yetirək dadlı, dadsız sözünə. Dadlı, dadsız biz görürük ki, bu antonimə oxşuyur. Çünki biri var yemək dadlı olsun, bir də var dadsız olsun. Ancaq izah yadınızdadırsa biz demişdik ki, kökü eyni olan sözləri nə sinonim, nə də antonim götürmək olmaz. Yəni biz buradan şəkilçini çıxsaq, eyni söz qalır. İndi bu necə bir-birinin sinonimi və yaxud da antonim olsun? Ona görə cavab oldu B. 27-ci testdə omonim sözləri müəyyən edin. Məsələn, A variantında yay sözü omonimdir. D variantında yol omonimdir. Bunların omonimliyi bayaq dedik, artıq demirəm. Y variantında dolu sözü omonimdir. C variantında az sözü omonimdir. Digərləri omonim deyil. Ancaq B variantında hər ikisi omonimdir. Ud, biri var musiqi aləti mənasında isim, bir də udmaq feil mənasında var. Yad, insanın yaddaşı mənasında yadıma düşdü. Bu mənada var. Həmçinin də yad, tanış olmayan sifət kimi var. Bayaqlarım oxuduq. Gətirib onları yada Təbrizim, baş əmə cəllada yada Təbrizim. Həmən yad sözdür. Ona görə cavab oldu B. 28-ci testdə hansı sıralardakı hər iki söz omonim kimi işlənə bilir? Birincidə dil sözü omonimdir, ancaq diş omonim deyil. İnsanın dili, həmçinin də Alman dili, Fransız dili omonimliyi var. İkincidə danmaq feili var. Bir də dan yeri, məsələn deyir ki, dan yeri təzəcə sökülürdü. Yəni sənin açılmağı mənasında omonimliyi var. Və din sözü dinmək feil mənasında var. Bir də müxtəlif dinlər, İslam və s. Ona görə 2 omonimdir götürürük. 3-də yolmaq və gedilən yol isim kimi omonimdir, amma yolun omonimliyi yoxdur. 4-də çat, divarda olan çat, həmçinin də çatmaq feil mənasında var, ancaq çit sözünün omonimliyi yoxdur. Və bir də 5-i götürəcəyik. Yaş, insanın yaşı, bir də dedik yaş dəsmal məsələn, sifət kimi omonimdir. Quru sözü də quru, yəni su olmayan, belə deyək, nəm olmayan. Həmçinin də məsələn yerin quru sahəsi olaraq da düşünə bilərik, torpaq mənasında. Və yaxud da qurumaq feil mənasında düşünə bilərik. Ona görə cavabımız olur 2 və 5 A variantı. 29-cu testdə biri günahsız sözünün sinonimidir. Günahsız məsum deməkdir. Türklərdən bilirdik, yəqin ki, masum işlədirlər. Ondan yəqin ki, bu testdə problem yaşamar. Daha sonra məyus, məhsun bunlar yaxın mənalı sözlərdir. Məyus könül, məhsun könül, kədərli mənasını ifadə edir. Nikbin həyata inamla baxan mənasını ifadə edir. Yəni, inamlı, gələcəyə doğru bədbin olmayan və pərişan da yenə kədərli, üzgün mənasını ifadə edir. 30-cu testdə biri vurulmaq sözünün sinonimidir. Vurulmaq bənd olmaq. Deyirik, filan kəsə vurulub, yəni ona bənd olub. 31-ci testdə kədərli sözünün sinonimi deyil. Kədərli, qəmli deyə bilərik.
məhzun deyə bilərik, məyus, pərişan deyə bilərik. Amma məsum bayaq dedik ki, günahsız deməkdir. Ona görə cavab olur D variantı. 32-də batmaq, məsələn, bunu işlədirik, gündəlik nitqimizdə deyirik ki, gəmilərin hansı dənizdə batıb, hansı dənizdə qərq olub, insanlar kədərli olanda işlədirik. Ona görə cavab D variantıdır. 33-cü testdə hansı cərgədə sözlərin üçünü də omonim kimi işlətmək mümkündür? Elə cavab A variantıdır. Kürü sözü biri var balığın kürüsü, bir də çürümək, məsələn, qarı çürümək feil kimi var. Təsnif bayaq dediyim musiqidə təsnif və bir də bölgü mənasında var. Qala sözü tikili mənasında, məsələn, tutaq ki, bəz qalası və s. Bir də qalamaq feil mənasında var. Ona görə cavab oldu A. Sonra 34-cü testdə üçü də yenə omonim kimi işlənsin. Cavab yenə A variantıdır. Hava qəbul etdiyimiz hava isim kimi, bir də musiqi havası var, yenə isim kimi. Saz gümrah mənasında işlənir, həmçinin də musiqi aləti mənasında, sağ tərəf mənasında, diri mənasında və yaxud da sağmaq mənasında işlənir, bayaq demişdik. Sonra 35-ci testdə hansı cərgədə sözlərin üçünü də omonim kimi işlətmək mümkündür? Deməli, cavabımız olacaqdır Y variantı. Dolu sözü, dolu qab desək sifət kimi, bir də yağıntı mənasında dolu yağır. Kütlə nəyinsə kütləsi, miqdarı mənasında, bir də çoxlu insan toplumuna kütlə deyirik. Əsər sözü, ədəbiyyatda məsələn hekayə, nağıl bunlar əsər sayılır. Və bir də əsər iz mənasında. Deyirsən ki, ondan bir əsər qalmayıb, yəni bir iz qalmayıb. 36-cı testdə altından xətt çəkilmiş sözlər hansı məna qrupuna aiddir? Alqış və qarqış. Bunlar bir-birinin əksini bildirən sözlərdir. Yəni olacaqdır antonim. 37-ci testdə bu dərdə tablaşmaq, bu əzaba dözmək. Tablaşmaq, dözmək yaxın mənanı ifadə edir. Ona görə sinonim olacaq. Hava soyuq idi və oyun havası çalındı. Bu sözlər hansı məna qrupuna aiddir? Baxın, burada qəbul etdiyimiz hava və yaxud da isti soyuq hava bu mənanı ifadə edir. Ancaq digərində oyun havası, melodiyası mənasını ifadə edir. Yəni, bu sözlər yazılış tələffüzü eynidir, hər ikisi həqiqi mənadadır və leksik mənalarda fərqlidir. Deməli, götürməliyik, omonim götürməliyik. Məsələn, biri həqiqi, biri məcazi olsaydı çox mənalı götürərdik, ancaq ikisi də həqiqi mənadadır. 39-cu testdə hər üçü omonim kimi işlənə bilər. Deməli, cavabımız olacaqdır. Diş sözünün omonimliyi yoxdur. C variantında baş sözü çox mənalı sözdür. Y variantında ayaq sözü çox mənalı sözdür. B variantında göz sözü çox mənalı sözdür. Deməli, cavabımız olacaq D. Bax, bayaq dedik, ağacların olduğu yer mənasında və ayaqqabının bağı, düyün mənasında. Sağ sözünü bayaqdan çox dedik. Tala sözü, tala meşənin ortasında ağacların olmadığı açıqlıq bir ərazidir. İsim kimi, həmçinin də talamaq, soymaq mənasında, bu da feil kimi. Ona görə cavab olur D. 40-cı testdə hər üçü omonim kimi işlənən, deməli cavab elə A-dır. Bel sözü insanın beli və yer qazmaq üçün istifadə olunan əşya omonimdir. Gedilən yol və yolmaq feil kimi omonimdir. Dar, məsələn, tutaq ki, deyirik, küçə, sıx mənasını ifadə edir. Həmçinin də dar ağacı mənasında. Ona görə cavabımız olur elə A. 41-ci testdə hər üçü omonim olsun. Deməli, cavab C variantıdır. Saçmaq feil kimi var, insanın saçı isim kimi var, daşmaq və yerdə olan daş isim kimi var, qanmaq və insan qanı isim kimi var, feil və isim. Ona görə cavab C. 42-ci testdə altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nə adlandırılmalıdır? Pisin əksi nə olar? Yaxşı. Deməli, bu nə olar? Antonim olar. 43-cü testdə altından xətt çəkilmiş sözlər, deməli, düzlükdən əyrilik. Düzlük, əyrilik bir-birinin əksini bildirir, antonim. 44-cü testdə qürbət, vətən. Bilirik ki, vətən yaşadığımız, havasını, suyunu qəbul etdiyimiz ərazidir. Qürbət də vətəndən kənar, yəni hansı ki, biz indi xaric sözündən istifadə edirik. Vətəndə olmayan mənasını ifadə edir. Deməli, bir-birinin əksini bildirir, olacaq da antonim.
45-ci testdə omonim kimi işlənə bilən ədəbiyyatşünaslıq termini. Baxın, həm omonim olmalıdır, həmçinin termin olmalıdır və bu termin ədəbiyyata aid termin olmalıdır. Əslində xırdalacaq 3 dənə şərt var burada. Amma testi asan şəkildə verib, çünki variantlara baxırıq ki, elə hamısı ədəbiyyatla bağlı olan terminlərdir. O cəhətdən problem yaşamayacaqsınız. Amma qəbulda düşsə, variantınızda başqa elm sahələrinə aid sözlərdən də istifadə oluna bilər. Deməli, cavabımız olacaqdır Y variantı. Bənd sözü sklit sümüklərinin oynaq yerlər mənasında var. Yəni, bədənlə bağlı, yadda saxlayan, sümüklərlə bağlı və yaxud çayların üzərində tikilən bənd, bir də ədəbiyyatda şeirin bəndi, omonimdir. Qoşma sözü, deməli, həm ədəbiyyatda şeir janrıdır, həmçinin də Azərbaycan dilində nitq hissəsi olaraq keçirik. Və yaxud da qoşulmuş nələrəsə də qoşma deyilir, gündəlik nitqimizdə istifadə etdiyimiz omonimdir. 46-cı testdə omonim kimi işlənə bilən ədəbiyyatşünaslıq terminləri, yenə cavabımız olacaqdır C variantı. Divan sözü, biri var məişətdə istifadə etdiyimiz əyləşmək üçün istifadə olunan bir əşya, bir də var ədəbiyyatda divan, lirik şeirlər toplusu. Qitə sözü ədəbiyyatda bir janr olaraq var, həmçinin də coğrafiyada termin olaraq var. 47-ci testdə sinonim sözlərdir. Odlu, alovlu olar. Ancaq alçaq hündür olmayan olmaz. Çünki hündür olmayan nitq hissəsi olaraq feildir. Müxtəlif nitq hissələrində də nə sinonimlik, nə də antonimlik olmaz. Alçaq nitq hissəsi olaraq sifətdir, bu da nitq hissəsi olaraq feildir. B variantında əxlaq, həyalı. Əxlaq nə sualına cavab verir? İsimdir. Həyalı necə sualına cavab verir? Sifətdir. Yenə müxtəlif nitq hissəsi olmaz. İradəsiz, iradəsi olmayan. İradəsiz yenə sifətdir. İradəsi olmayan. Bu artıq feildir. Ona görə bu da olmaz. D variantında əqidə, məslək. İkisi də nitq hissəsi olaraq isimdir. İsmətli, namuslu. İkisi də nitq hissəsi olaraq sifətdir. Deməli, cavabımız oldu D variantı. Y variantında pisin əksidir yaxşı, istinin əksidir soyuq. Bunlarda nitq hissəsi, bəli, eynidir, ancaq sinonim yox, antonimdir. Ona görə Y variantı da olmaz. 48-ci testdə sinonim olmayan sözlərdir. Tez, sürətlə sinonimdir, asta, yavaş sinonimdir. Gödək, qısa sinonimdir, qoca, yaşlı sinonimdir. Nəticə, yekun, göy, səma sinonimdir. Vüsal, qovuşmaq, ayaz, şaxtalı ilə cavabımız D variantı. Baxın, vüsal nitq hissəsi olaraq nə sualına cavab verir? İsimdir, amma qovuşmaq nə etmək? Bu feildir. Ayaz nə sualına cavab verir? İsimdir, şaxtalı necə sualına cavab verir? Sifətdir. Y variantında ayrı, başqa, fərqlənmə bildirən qoşmalar deyil məna növü. Bəli, sinonimdir, yüngül, xəfif sinonimdir. 49-cu testdə antonim sözlərdir. Yavaş, asta. Bunlar sinonimdir, ona görə olmaz. B variantında aşkar, xəlvət əksdir, irəli, geri əksdir, əlacıq, xəsis əksdir. Cavab olur B variantı. C variantında tez, cəld, yenə sinonimdir. D variantında səhər, axşam bir-birinin əksini bildirir, amma dost, tanış, yaxın mənadır. Y variantında dadlı, dadsız, dedik ki, kökə eyni olan sözləri sinonim, antonim götürmərik. 50-ci testdə antonim sözlərdir. Əziz, hörmətli. Bunlar yaxın mənadır. Olmaz. B variantında xeyir, əksi şər, amma oğul, uşaq yaxın mənadır. C variantında sevinc, əksi kədər. Qəm, qüssə ancaq yaxın mənadır. D-də el-oba yaxın mənadır. Y variantında arxayın, əksi olar nigaran. Alqış əksi olar qarğış, eniş əksi olar yoxuş. Ona görə cavabımız Y variantıdır. Ümidvaram ki, sizlər üçün faydalı bir izah oldu. Əgər bəyəndinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.